Təsəvvür edin, dostunuzla qəhvə içirsiniz və daha öncə internetdə axtarmadığınız, anidən ağlınıza gələn bir məhsul haqqında söhbət edirsiniz və 10 dəqiqə keçir, telefona daxil olursunuz və budur. Həmin məhsulun videosu və yaxud da hər hansı bir reklamı qarşınıza çıxır. Sizcə bizi dinləyirlər? Telefonumuz cibimizdə həqiqətən casus kimi fəaliyyət göstərir. Bugün bu qorxunc əfsanənin pərdə arxasına baxacağıq. Və ən əsası, əgər istəsəniz, telefonda həmin mikrofonu bir dəfəlik necə söndürmək lazım olduğunu sizə göstərəcəm. Hazırsınızsa başlayaq. Hər kəsə salam. Yəqin ki, çoxunuzun başına gəlib. Mən bu məhsul haqqında elə indicə danışırdım. Bu reklam hardan qarşıma çıxdı deyə təəccüblənmisiniz. Bir çoxlarımız elə düşünürük ki, Mark Zuckerberg və yaxud da onun kimi digər texnologiya nəhəngləri 7/24 bizim telefonumuzu, səs qeydlərimizi dinləyirlər. Amma əslində baş verənlər sizin səs qeydlərinizdən daha qorxunc və daha ağıllıdır. Kiber təhlükəsizlik mütəxəssisləri illərdir ki, bu mövzunu araşdırırlar və nəticə, xeyr, heç kim bizim səs qeydlərimizi dinləmir. Həm bu bahalı bir prosesdir, həm də 7/24 səs qeydlərini dinləyib, daha sonra onu mətnə çevirib analiz etmək demək olar ki, qeyri-mümkündür. Bəs onda necə olur ki, telefon bizim nə düşündüyümüzü bilir? Cavab çox sadədir. Rəqəmsal iz. Alqoritmlər o qədər mükəmməlləşib ki, onların sizi dinləməyə heç bir ehtiyac qalmayıb. Onlar onsuz da sizi sizdən daha yaxşı tanıyır. Gəlin sizə bir ssenari qurum. Dostunuzla eyni kafedəsiniz. Eyni kafedə olduğunuz GPS siqnalından bilinir və bəlkə də eyni Wi-Fi-yə qoşulmusunuz. Dostunuz dünən o həmin yeni ayaqqabı modelini axtarmışdı. Alqoritm düşünür. Əgər dostu bunu axtarıbsa və hal-hazırda yan-yanadırlarsa, deməli, həmin ayaqqabı haqqında söhbət açıla bilər və yaxud da maraqları eynidir. Və beləliklə, həmin reklam sizin də qarşınıza çıxa bilər və siz də elə bilərsiniz ki, sizi dinləyirlər. Bunun bir də elmi və psixoloji tərəfləri də var. Buna tezlik illüziyası deyilir. Gün ərzində qarşınıza minlərlə reklam çıxır və beyniniz həmin reklamların 99%-ni ignor edir. Amma bu günləri hər hansı bir mövzu haqqında kiminləsə söhbət etmisiniz və həmin məhsulun reklamı qəfil qarşınıza çıxır və beyniniz fokus düyməsini aktivləşdirir və həmin məhsulun reklamı qarşınıza çıxanda beyniniz aktivləşir və deyir, aha, biz bu məhsul haqqında danışmışıq bugün. Ona görə də siz həmin məhsulu hər yerdə görməyə başlayacaqsınız. Əslində isə o reklam elə dünən də var idi, sadəcə olaraq vecinizə deyildi. Yaxşı, bütün bu izahlara rəğmən içiniz yenə də rahat deyil, özünüzü tam güvəndə hiss etmək istəyirsiniz. Mən sizi tamamilə anlayıram. Cihazınızın iplərini öz əlinizə almaq çox asan. Gəlin o mikrofon icazələrini bir yerdə bağlayaq. Daxil oluruq ayarlara. Və tətbiqlər bölümünə daxil oluruq. Tətbiqləri idarə et və sizi daha çox narahat edən tətbiqi tapırsınız. Bu Instagram da ola bilər, TikTok da ola bilər, hər hansı bir sosial şəbəkə də ola bilər. Daxil olursunuz həmin sosial şəbəkəyə. Mən burada YouTube axtarıb tapacağam. Və burada tətbiq icazələri bölməsi var. Daxil oluruq ora. Və aşağıda gördüyünüz mikrofon bölümü var. Mikrofona daxil oluruq. Burada görürsünüz yazılıb yalnız istifadə zamanı. Həmişə soruşulsun, icazə verməyin. Əgər ümumiyyətlə icazə vermək istəmirsinizsə, ən aşağıdakı bölməni seçirsiniz. Vəssalam, bununla da YouTube tətbiqinin mikrofonu tamamilə söndürülür. Və bunun kimi digər tətbiqlərdə də bunu reallaşdıra bilərsiniz. Xülasə, texnologiya bizi birbaşa dinləməsə də, rəqəmsal vərdişlərimizi bizdən daha yaxşı oxuya bilir. Rəqəmsal dünyada məxfiliyimizi qorumaq isə bir neçə toxunuş uzaqlığındadır. Bəs sizin başınıza belə bir hadisələr gəlibmi? Hansı məhsul haqqında danışanda qarşınıza həmin məhsulun reklamı çıxıb? Şərhlərdə hekayələrinizi gözləyirəm, mütləq hamısını oxuyacağam. Əgər bu video sizə faydalı oldusa, bəyənməyi və rəqəmsal dünyada daha təhlükəsiz qalmaq üçün kanala abunə olmağı unutmayın. Özünüzə və datanıza yaxşı baxın. Hələlik.